Hörmətli izləyicilər, mən bugün sizinlə buğlama bişirəcəm. Buğlama bişirmək üçün mən ətləri yaxşı yumuşam. İndi isə tərəvəzləri onun üstünə yığıram. İlk öncə doğradığım soğanı ətin üzərinə yığdım. Üzərindən rəngli şirin biberləri qoyuram. Anın reseptində kartof yoxdur, ancaq ailəmizdə kartof çox sevildiyinə görə mən kartof da qoyuram və kartofun üzərindən biraz sarı kök səpirəm ki, rəngi gözəl alınsın. Eyni zamanda pomidor vurmağı da unutmuram. Buğlama üçün lazım olan bütün tərəvəzləri ətin üzərinə yığdım. İndi isə kənarda doğradığım cəfərini ətin üzərinə səpirəm. Cəfərinin də üzərindən 3 dilim limon qoymuşam və 1 qaşıq yağ qoyuram. Və eyni zamanda yarım stəkan su tökürəm və üzərindən də biraz duz əlavə edib qoyuram ki, buğlama bişsin. Buğlamamız artıq hazırdır. Dadlı bir buğlama alındı. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmayı unutmayın.